Salam, bürclər aləminin ən duyğusal, ən şəfqətli, qəlbində hər kəs üçün bir sevgi yuvası gəzdirən və dərin intuisiyaları ilə həyata fərqli bir rəng qatan əziz xərçəngləri. Bu həftə sizin üçün sanki bir qış yuxusundan oyanış, daxili dünyanızdakı fırtınaların sakitləşməsi və ən əsası özünüzü yenidən kəşf etməyiniz üçün möhtəşəm bir keçid dövrünü simvolizə edir. Çünki bu həftənin sonunda Günəş məhz sizin bürcünüzə qədəm qoyacaq və sizin parlaq mövsümünüz rəsmən başlayacaq. Lakin ona qədər olan bu günlər ərzində şüuraltınızda yığılıb qalmış bütün yüklərdən qurtulmalı, keçmişlə sağollaşmalı və ruhunuzu yeni başlanğıclara hazırlamalısınız. 15 iyun bazar ertəsi səhərinə oyandığınız zaman daxilinizdə qəribə bir sakitlik, bəlkə də biraz nostalji hiss edə bilərsiniz. Həftənin ilk günü adətən hər kəs üçün təlaşlı olsa da, idarəçi planetiniz olan Ay sizi daha çox öz iç dünyanıza, evinizə və ailənizə yönəldir. İş yerində və ya gündəlik vəzifələrinizdə qarşınıza çıxan məsələlərə birbaşa məntiqdən çox, o güclü 6-cı hissiyyətinizlə yanaşacaqsınız. Bazar ertəsi günü ətrafınızdakı insanların, xüsusən də iş yoldaşlarınızın sizdən emosional dəstək gözlədiyinin şahidi ola bilərsiniz. Sizin bir sözünüz, bir təbəssümünüz kiminsə gününü xilas edə bilər, ancaq bunu edərkən öz enerjinizi tamamilə tükətməməyə diqqət etməlisiniz. Günün ikinci yarısında keçmişdə yarımçıq qalmış bir layihə və ya həll olunmamış bir məsələ yenidən masanıza qayıda bilər. Bu dəfə hər şeyi fərqli bir perspektivdən görəcək və asanlıqla yoluna qoyacaqsınız. Axşam saatlarında isə özünüzü evinizin o təhlükəsiz və isti qollarına atmaq, sevdiklərinizlə birlikdə şam yeməyi yemək sizi bütün dünyanın dərdlərindən uzaqlaşdıracaq. Həftənin ikinci günü, yəni 16 iyun çərşənbə axşamına qədəm qoyduqda isə ulduzlar sizin ünsiyyət qabiliyyətinizi və empatiya gücünüzü daha da ön plana çıxarır. Bir xərçəng olaraq siz hər zaman insanların nə hiss etdiyini sözlərdən əvvəl anlamağı bacarırsınız. Bugün bu xüsusiyyətiniz karyeranızda sizə böyük üstünlük qazandıracaq. Əgər rəhbərliklə, müştərilərlə və ya mühüm tərəfdaşlarla bir görüşünüz varsa, danışıqların gedişatını tamamilə öz xeyrinizə dəyişə bilərsiniz. Lakin çərşənbə axşamı göy üzündəki bəzi ziddiyyətli enerjilər sizi maliyyə məsələlərində diqqətli olmağa çağırır. Birdən-birə yaranan istəklər, anidən verilən xərcləmə qərarları sonradan büdcənizdə kiçik bir sarsıntı yarada bilər. Alış-veriş edərkən bunun həqiqətən ehtiyac, yoxsa sadəcə emosional bir boşluğu doldurmaq istəyi olduğunu özünüzdən soruşun. Günün ortasında uzaqda yaşayan bir qohumunuzdan və ya köhnə dostunuzdan gələn səsli mesaj, bəlkə də bir zəng üzünüzdə gözəl bir təbəssüm yaradacaq. Bu ünsiyyət köklərinizə nə qədər bağlı olduğunuzu sizə bir daha xatırladacaq. Sevgi həyatınızda isə bugün tərəfdaşınızla kiçik, lakin mənalı hekayələr paylaşmaq, gələcək xəyallarından danışmaq aranızdakı mənəvi bağı qüvvətləndirəcək. Subay xərçənglər isə daxillərindəki qoruyucu və qayğıkeş enerjini kənara fədakarcasına yansıtmaq əvəzinə, bəlkə də özlərinə doğru çevirməlidirlər. Bu gecə yuxularınız olduqca canlı və mesaj verici ola bilər, onları bir kənara qeyd etməyi unutmayın. Artıq həftənin tam ortasına 17 iyun çərşənbə gününə çatdıqda fəza sizə daxili bir hesabat aparmaq və bəzi insanlarla aranızda olan sərhədləri yenidən cızmaq fürsəti verir. Siz bəzən insanları incitməmək üçün öz istəklərinizdən geri çəkilirsiniz, lakin bugün ulduzlar sizdən xeyr deməyi öyrənməyinizi tələb edir. İş mühitində başqalarının məsuliyyətlərini öz üzərinizə götürməkdən imtina edin, çünki bu həm sizi yorur, həm də əsl potensialınızı göstərməyə mane olur. Çərşənbə günü karyeranızla bağlı bəzi pərdəarxası məsələlər, bəlkə də təyinatlar və ya yeniliklər barədə bəzi şayələr eşidə bilərsiniz. Bunlara çox da məhəl qoymadan yalnız öz vəzifənizə fokuslanmaq ən doğru addım olacaqdır. Günün ikinci yarısında yaradıcılıq potensialınız olduqca yüksəlir. Əgər əl işləri, rəssamlıq, kulinariya və ya bədii yazarlıq kimi sahələrdə bacarığınız varsa, daxilinizdəki sənətkarı mütləq oyadın. Ruhunuzu qidalandıran hər hansı bir məşğuliyyət sizə meditasiya kimi təsir edəcək. Axşama doğru ailə daxilində və ya yaşadığınız evlə bağlı bəzi praktiki işlər ortaya çıxa bilər. Ola bilsin ki, evinizin dekorasiyasında dəyişiklik etmək, təmizlik işlərinə girişmək və ya sadəcə evinizə yeni bir nəfəs gətirmək istəyəcəksiniz. Sizin üçün ev bir qala kimidir, oranın enerjisini təmizləmək öz enerjinizi təmizləməyə bərabərdir. 18 iyun cümə axşamı günü isə həftənin emosional olaraq ən sıx, lakin bir o qədər də məhsuldar günlərindən biri kimi yadda qalacaq.
Gökyüzünün konfigurasiyası daxili gücünüzü kəşf etmənizə və gələcəyə daha inamla baxmağınıza şərait yaradır. Səhər işə başlayarkən qarşınıza olduqca iddialı hədəflər qoya bilərsiniz və inanın ki, onlara çatmaq üçün həm təcrübəniz, həm də əzminiz kifayət edəcək. Rəhbərliklə hər hansı bir maaş artımı və ya vəzifə yüksəlişi barədə danışmaq istəyirsinizsə, cümə axşamının enerjisi buna çox uyğundur. Səmimi, qətiyyətli və arqumentlərlə dolu bir çıxış qarşı tərəfi asanlıqla razı sala bilər. Maddi baxımdan gözləmədiyiniz bir gəlir mənbəyinin açılması və ya keçmişdə etdiyiniz kiçik bir yaxşılığın bugün fərqli bir formada sizə geri dönməsi mümkündür. Sağlamlıq mövzusunda isə mədənizə və həzm sisteminizə qarşı diqqətli olmağınız vacibdir. Xərçənglərin stress mənbəyi adətən mədə nahiyəsində toplanır. Buna görə də qidalanmanıza diqqət yetirin, qəhvə və ya tünd çay əvəzinə bitki çaylarına üstünlük verin. Axşam saatlarında köhnə bir dostunuzla görüşmək, dəniz kənarında və ya sakit bir parkda oturaraq dərdləşmək ruhunuza məlhəm kimi gələcək. İnsanlara verdiyiniz o böyük dəyərin bəzən elə onlardan qarşılıq olaraq sizə geri döndüyünü görmək qəlbinizi fərəhləndirəcək. İş həftəsinin sonu 19 iyun cümə günü təqvimdə öz yerini aldıqda sizdə əməlli başlı bir rahatlama və həftənin stresindən azad olma prosesi başlayacaq. Bugün sevgi və harmoniya planeti olan Veneranın sizə göndərdiyi müsbət şüalar həm şəxsi münasibətlərinizi, həm də daxili dünyanızı işıqlandırır. Cümə günü işlərinizi biraz yüngülləşdirib, diqqətinizi daha çox özünüzə və sevdiyiniz insanlara yönəltmək istəyəcəksiniz. İş mühitində kollektivlə birlikdə hər hansı bir kiçik qeyd etmə və ya xoş bir çay süfrəsi ətrafında toplaşmaq aranızdakı münasibətləri istiləşdirəcək. Maliyyə baxımından cümə günü kifayət qədər sabit keçəcək, hətta uzun müddətdir gözlədiyiniz bir sənəd işi və ya bank əməliyyatı bugün müvəffəqiyyətlə başa çata bilər. Günün ikinci yarısında isə eşq həyatınızda romantika zirvəyə yüksəlir. Əgər ciddi bir münasibətiniz varsa, partnyorunuz sizə olan sevgisini fərqli bir şəkildə nümayiş etdirə, bəlkə də kiçik bir sürpriz edə bilər. Sizin o tez inciyən qəlbiniz belə kiçik jestlərlə anında yumşalır və sevgi ilə dolur. Subay xərçənglər üçün isə bu cümə axşamı olduqca taleyüklü ola bilər. Təsadüfi bir ortamda, bəlkə də bir ailə məclisində tanış olacağınız biri sizdə dərin bir təəssürat yaradacaq. Gözlərinizlə danışmağı bacardığınız üçün qarşı tərəfə baxışlarınızla çox şey anlada bilərsiniz. Həftə sonunun ilk günü 20 iyun şənbə günü sizin üçün əsl təmizlənmə və hazırlanma günüdür. Çünki növbəti gün sizin üçün kosmik bir yenilənmənin xəbərçisidir. Şənbə gününü tamamilə ruhunuzu təmizləməyə, su ilə təmasda olmağa, həm fiziki, həm də mənəvi baxımdan arınmağa həsr edin. Uzun bir duş qəbul etmək, evinizi sirkəli və ya duzlu sularla təmizləyərək negativ enerjidən azad etmək, lazımsız əşyaları atmaq sizə inanılmaz dərəcədə yaxşı gələcək. Əgər imkanınız varsa, dəniz kənarına və ya bir göl ətrafına getmək, suyun o sakitləşdirici səsini dinləmək daxili dünyanızdakı xaosu dərhal yox edəcək. Şənbə günü ailə böyüklərinizi ziyarət etmək, onlarla keçmiş xatirələrə dalmaq və uşaqlıq günlərinizi yada salmaq sizə o axtardığınız təhlükəsizlik hissini verəcək. Gələcəyə doğru irəliləmək üçün bəzən keçmişdən güc almaq lazımdır və siz bunu ən yaxşı bacaran bürcsünüz. Axşam saatlarında telefonunuzu söndürmək, sosial şəbəkələrdən uzaq durmaq və sevdiyiniz, ruhunuzu oxşayan bir musiqinin sədaları altında dincəlmək sabahki böyük gün üçün enerjinizi toplayacaq. Özünüzə bu rahatlığı icazə verin və heç nə barədə narahat olmayın. Və nəhayət, həftənin son günü 21 iyun bazar günü, yəni eyni zamanda möhtəşəm yay gündönümü və günəşin xərçəng bürcünə rəsmi olaraq keçid etdiyi o böyük an gəlib çatır. Ad günlərinizin başlandığı bu ərəfə sizin üçün bir növ şəxsi yeni il hesab olunur. Bazar günü səhər oyandıqda bədəninizdə tamamilə fərqli, canlandırıcı və dirildici bir enerji hiss edəcəksiniz. Sanki üzərinizdəki o yorğunluq, apatiya və şübhələr bir anda yox olub gedəcək. Bugün kainatın bütün diqqəti sizin üzərinizdədir və günəş məhz sizin üçün parlayır. Bazar gününü özünüzə yeni hədəflər təyin etmək, xarici görünüşünüzdə, həyat tərzinizdə və ya münasibətlərinizdə nəyi dəyişdirmək istədiyinizi qərara almaq üçün istifadə edin. Artıq başqalarının xoşbəxtliyi üçün öz istəklərinizi qurban vermək dövrü geridə qaldı, indi diqqət mərkəzində əsas olmalısınız. Günün ikinci yarısında yaxın dostlarınızdan, ailə üzvlərinizdən təbriklər eşidə, səmimi arzular ala bilərsiniz. Bugün ətrafınıza yaydığınız o işıq insanları sizə bir maqnit kimi cəlb edəcək.
Axşam saatlarında isə bir stəkan bitki çayı və ya xoşladığınız bir içki ilə pəncərənin önündə əyləşin, ulduzlara baxaraq özünüz üçün ən gizli, ən səmimi diləklərinizi tutun. Unutmayın ki, siz kainatın ən dəyərli, ən zərif və eyni zamanda ən dözümlü övladlarından birisiniz. İndi sizin vaxtınızdır, səhnəyə çıxın və həyatın bütün gözəlliklərini qəbul etməyə hazır olun.